Salam hörmətli YouTube və TikTok izləyiciləri, axşamınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli avtozavod yolunda, indi mən bu avtozavod yolu hansı yol olduğu haqqında sizə məlumat verməliyəm. Hal-hazırda bax bu gördüyünüz yol deməli mərkəzi yoldur. Bu yol Gülüstan qəsəbəsinə gedir. Yəni yolun tutaracağından sonra sağa döndükdə bu istiqamətdə Gülüstan deməli qəsəbəsidir. 20'nin keçdiyi yoldur. Bax bu yoldur. Mərkəzi yolun kənarında, yəni bu evə mən sizə gələ bilərsiniz. Bax 4 sot torpaqda 1 zal 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət ev satılır. Yenidən bax qarşıda deməli moykanı görürsünüz, avtomoykadır. Bu həmin mərkəzi yolun kənarıdır. İndi gördüyünüz kimi qaz, işıq, su xətləri çəkilib. Sənədin sərəncamdır. Arxiv arayışı var, eyni zamanda layihəsi var. 1 zal 3 otaqdır. 5 sotdur, bağışlayın. 4 sot yox, 5 sotdur. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur, videoları bəyənin. Bax, deməli, daşınmaz əmlakın sahibinin dediyinə görə buranın gələcəkdə bir obyekt yeri kimi nəzərdə tutulub. Yenidən harada olmaq haqqında sizə məlumat verirəm. Yəni bu həyət evinə mən sizə gələ bilərsiniz. Bax, burada deməli 5 sotdur, 1 zal 3 otaqdır. İndi evə daxil oluram. Bax, belə bir həyət evinin qiyməti 56 mindir. Mənə deyilənə görə qiymətində bir balaca razılaşma olmalıdır. İndi isə zalını görürsünüz. Zalı həqiqətən böyükdür, təmirlidir. Bax, mənə elə gəlir, bax, bu otaqdan başqa otaqların hamısını deməli, onu da deyim ki, hamam içəridədir. Bax, bura deməli otaqlardan biridir. Hal-hazırda bu vəziyyətdədir. Bax, belə bir həyət evinin qiyməti 56 min manatdır. Qiymətində razılaşma olmalıdır. Hamam içəridədir. Yəni bu çox mühüm bir işdir. Mətbəxi üçün 4 yarımadır, böyükdür. Bax, mətbəxi bu cürdür. Necə görürsünüz? Yenidən mən sizə mətbəxini göstərdim. Qarşıda isə hamamıdır. 2 tonluq su bakı var. Bax, bura deməli hamamıdır. Gördüyünüz kimi təmirlidir. Harada yerləşmək haqqında mən sizə məlumat verdim. Yəni, mərkəzi yolun kənarıdır. Gülüstan yoluna gedən yoldur. Burası ola bilsin videoda bir balaca otaqlar kiçik görsənsən. Ancaq belə deyim də zalın ölçüsü 4'ün 6'yadır. Burası isə 4'ün 4'ədir. İndi isə 3-cü otağa keçirəm. 3-cü otağın ölçüsü isə 4'ün 5'ədir. Bax, belə bir həyət evinin deməli satış qiyməti 56 min manatdır. Mənə deyilənə görə qiymətində bir balaca razılaşma olmalıdır. Bax, 3 otaq 1 zaldır. Bax, belə sizlərə uğurlar.